Övladımızın hərarətini hansı nahiyədən ölçək? Bunu tez-tez mənə ünvanlayırsınız bu sualı. Gəlin araşdıraq. Ən dəqiq müayinə üsulumuz anal nahiyədən ölçümdür. Anal nahiyədən ölçüm biraz praktik olmasa da belə, əgər bizə daha dəqiq hərarəti bilmək lazımdırsa, o nahiyədən ölçürük. Amma uşaqlar arasında daha az informativ olsa da daha praktik olan qoltuqaltı nahiyədən temperaturu ölçməkdir. Sadəcə biz bilməliyik ki, qoltuqaltı nahiyədən ölçəndə bədən temperaturu normadan 0,5 dərəcə aşağı göstərəcək. Bundan başqa, əgər qulaqdan ölçmək istəyirsə, əgər uşağın qulaq kiri vardırsa, bu onlarda bizə düzgün nəticə verməyə bilər. Alından hərarəti ölçəndə ətraf mühitin temperaturu buna təsir göstərə bilər. Ağızdan ölçümdə qida qəbulu zamanı qidanın hərarəti temperaturu normal olmasına maneçilik törədə bilər. Buna görə də buradan tövsiyəm sizə analara daha praktik olan qoltuqaltı ölçümdür.